Mən Ramal Əliyev 8-ci Respublika Robot Olimpiadasının Rob Mission Senior kateqoriyasında URA komandası olaraq yarışa qatılmışıq və bizi yarışdan haqsız yerə diskvalifikasiya ediblər. Buna görə də Cənab Prezidentdən xahiş eləmişik, bizim bu problemimizin həll olmasına bağlı bir göstəriş versin. Mən bunu bildirmək istəyirəm ki, bizim diskvalifikasiya səbəbimiz bizə heç bir xəbərdarlıq edilmədən, məlumat verilmədən bizi yarışdan diskvalifikasiya ediblər. Diskvalifikasiyanın səbəbi isə robotların eyni olmasıdır. Halbuki robotlar eyni deyil, oxşar ola bilər, ancaq eyni deyil. Bu da necə olur? Dünya Robot Olimpiadasının 9 ay öncədən verdiyi bir missiya olur, ev tapşırığı missiyası. Bu missiyada hər bir komanda, yəni missiyalar aydındır, hər bir komanda özünə uyğun robot qurur və həmin robotla yarışa qatılır. Missiyalarda isə biz öz robotumuzu qurmuşuq sıfırdan və öz kodlarımızı robota uyğun olaraq yazmışıq. Yəni bu robot bizim öz istehsalımız, milli bir istehsalımızdır. Və digər komandanın da robotu bizim robota oxşar olduğunu bildirirlər bizə və bizi yarışdan diskvalifikasiya ediblər. Halbuki bizə heç bir xəbərdarlıq olunmuyor. Xəbərdarlıq nə vaxt olunub? Xəbərdarlıq yarışın ən son günü, mükafatlandırma gününün sonunda bizə bildiriblər ki, biz özümüzü birinci yerə layiq olduğumuzu düşünürdük və biz özümüzü birinci yerdə görmədikdə hakimə yaxınlaşdıq, hakimə müraciət etdik ki, bəs niyə biz birinci deyilik? Bizə bildirdilər ki, sizin robotunuz digər komandanın robotu ilə eyni olduğu üçün sizi yarışdan diskvalifikasiya eləmişik. Əgər bizi yarışdan diskvalifikasiya eləyirsinizsə, bunu yarışın ilk günündən bizə bildirməlisiniz, bizi xəbərdar etməlisiniz ki, sizin robotlarınız eynidir, bunu dəyişin, nəsə bunu eləməlisiniz. Və bunu bizə heç cürə bildirməyiblər. Hakim isə iddia edir ki, mən sizə bildirmişəm, ancaq siz heç bir tədbir görməmisiniz bununla. Halbuki bu, hakimin bizə qarşı olan qərəzidir ki, heç bir məlumat verməyibdir. Hakimdən isə biz yarışın sonunda soruşduqda ki, bəs birinci kimdir? Birinci bizi göstərdi. Dedi ki, yarışda birinci sizsiz. Biz də mükafatlandırma gününə birinci olduğumuzu bilərək, yəni bu hava ilə mükafatlandırmaya getdik və mükafatlandırmada öyrəndik ki, biz birinci deyilik, bizi yarışdan diskvalifikasiya ediblər. Diskvalifikasiyanın səbəbi isə robotların eyni olmasıdır. Mən Aydın Ağayarlı, komanda yoldaşımda dediyi kimi, diskvalifikasiya səbəbimizin robotun eyni olmağı, oxşar deyil, eyni olmağına görədir. Bizdə amma robotların eyni olmağından söz gedəlməz. Çünki biz bu beynəlxalq təlimlərə görə, robotika təliminə görə robotları dizayn edirik, qururuq. Korpus hissəsi eyni ola bilər. Çünki bu motor birləşmələri, brikin taxılması beynəlxalq robotexnika birliklərinə uyğun etmişik. Robotun əsas hissəsi oxşar deyil, amma bu hissədə oxşarlıqlar ola bilər. Çünki biz bu missiyanı etmək üçün belə bir dizayna istifadə etmişik. Çünki bu bizə daha rahat gəldiyi üçün. Amma burada da gördüyünüz kimi detalların fərqi çoxdur. Bu hissəsində fərqli detallardan istifadə etmişik. Ölçüləri eyni ola bilər. Çünki robotun ölçüləri xəritənin üzərindəki blokları bura uyğun olmalıdır. Komanda yoldaşının da bildirdiyi kimi, burada oxşarlıqlar ola bilər. Çünki bu missiyada olan obyektlər eyni olmalıdır. Bu ara kəsmələrin məsafələri eyni ola bilər. Çünki hər bir missiyadakı olan obyektlər hər bir komanda üçün eynidir. Və buna görə də robotların əsas hissəsində oxşarlıqlar ola bilər, amma tamamilə fərqli bir detallardan istifadə olunubdur. Və bir də yarışda ev tapşırığı ilə yanaşı sürpriz qayda da vardır. Sürpriz qayda nədir? Sürpriz qayda odur ki, bunu hər bir ölkədə fərqli olur və bunu bizə komandalara yarış vaxtı açıqlayırlar ki, sürpriz qayda budur və yarış vaxtı da biz bunu həmin vaxtı sıfırdan kodu yazmalıyıq ki, sürpriz qaydada bir nəticə əldə edək. Və bu yarışın təşkilatçılarından olan Rəhman Rəsulzadə də bildirir ki, yarışda ev missiyasından daha üstün sürpriz qaydadır, ev tapşırığından daha üstün sürpriz qaydadır. Sürpriz qaydanı kim daha yüksək etsə, qazanana o daha layiqdir, birinci yerə o layiqdir. Ancaq biz sürpriz qaydada ən yüksək nəticəni əldə etdiyimiz halda belə Rəhman Rəsulzadə təhsil biznesində olan şagirdlərini, bizi diskvalifikasiya ilə öz şagirdlərini birinci yerə layiq görür və Singapurda keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi Rəhman Rəsulzadənin
şagirdləri təmsil edəcək. Halbuki bu yarışmada ən yüksək nəticəni əldə edən komanda yarışda, dünya yarışında ölkəmizi ən yüksək nəticə edən komanda təmsil etməlidir və biz də ən yüksək nəticəni əldə etdiyimiz üçün düşünürük ki, Dünya Robot Olimpiyadasında ölkəmizi biz təmsil etməliyik. Mən Qasımzadə Uğur, URA komandasının bir üzvüyəm. Biz nəticədən çox narazıyıq və çox sarsıntı keçirdik, çox məyus olduq, haqqımızı tələb edirik. Və bir də deyirlər ki, robotların eyniliyində kodlarda da eyni var. Kodlar eyni deyil, çünki hərəsi fərqli robotlar olduğu üçün kodlarda da fərqliliklər var. Hər bir robotun öz fərqli dəyərləri var. Əgər robotlar eyni olsaydı, kodlar eyni olsaydı, robotların əldə etdiyi nəticələr də eyni olardı. Yəni bizim robotumuz ən yüksək nəticəni əldə etdiyi halda digər komanda hansı ki iddia edirlər ki, eyni robotlardır. Həm bu robot isə tamamilə fərqli bir nəticə əldə edibdir. Bizim robot yüksək nəticə əldə edib, bu robot isə daha aşağı nəticə əldə edibdir. Sürpriz qaydada deyək ki, kodlar eynidir onların iddialarına görə. Yaxşı, sürpriz qaydada biz kodları orada sıfırdan yazırıq, özümüz yazırıq. Heç bir müəllim, mentor dəstəyi olmadan yarış vaxtı 2 saat ərzində bu kodları yazmalıyıq. Əgər bizim kodlar da eyni idisə, sürpriz rulda bəs nəyə görə bizim komandanın robotu daha ən yüksək nəticəni əldə elədi, digər komandanın robotu daha aşağı nəticə elədi. Əgər robotlar eyni olsaydı, kodlar da eyni olsaydı, biz ev tapşırığında da eyni nəticə əldə edərdik, sürpriz qaydada da eyni nəticəni əldə edərdik. Və cənab prezident, sizdən xahişim odur ki, bu ədaləti bərpa edəsiniz və yarışda ən yüksək nəticə əldə etmiş komanda ölkəmizi Dünya Robot Olimpiyadasında təmsil etməsi üçün böyük göstəriş verəsiniz.